Selamun aleyküm əziz abiturientlər, hamınıza uğurlar arz edirəm. Baxırıq, demək, funksiya və qrafiklər. İlk mövzu səhifə 4, 1-dən 35-ə. Bismillah. Sual belədir. Y bərabərdir 3-də 1 2x çıxılsın 20. Bu funksiyanın sıfırlarını tapın. Funksiya deyəndə, yəni y başa düşürür. Aydın ki, funksiyanın sıfırı deyəndə, yəni y bərabər 0 olmalıdır. Bu tənlikdən də x bərabərdir 60 tapırıq. Üçüncü tapşırıq, eyni olanları yazmırıq. Demək, y bərabərdir k bölünsün x funksiyası vermişdir. Funksiya d deməli 9 -3-də 1 nöqtəsindən keçir. Keçərsə k-nı tapın. Buradan k bərabərdir aydın ki, x vursun y. X-in qiyməti 9-dur, y-in qiyməti -3-də 1-dir. O da cavab bərabərdir -3 olur. Sonra 5-ci tapşırıq. Yəni y bərabərdir k-2 bölünsün x funksiyası vermişdir. Burada görürsünüz, məsələn, x, y-dən başqa dəyişən bir dənədir. Bir dəyişən varsa, bir şərt varsa, artıq tapmaq mümkündür. -3-dən -7-ni yerinə yazırıq. Buradan k-2 bərabər x-in y-ə hasilinə, x-in y-ə hasilədir 21, oradan k bərabərdir 23-ə. Sonra 6-cı tapşırıq. Deməli, xətti funksiya vermişdir. Xətti funksiyada kx gəlsin b-dir. Bunun bucaq əmsalı k-dır. Bucaq əmsalı veriflər -0.4. Üstə gəlsin b. Bu funksiya demək a -2.5 və müsbət 2.6 nöqtəsindən keçir. Demək, bu funksiyanı tapın. Demək, burada 2.6 aydın ki, birinci x-dir, ikincisi y-dir. Yazıram 2.6 bərabərdir -0.4 vurulsun. Demək, x-in yerinə yazıram -2.5. Bir də üzərinə gəlsin b. Bu 10'da 4 5'də 2'dir. Bu da 2'də 5'dir. Bunların hasıl 1 verir. 1 üstə gəlsin b. Oradan b bərabərdir. B bərabər nədir? 1.6'ya. 1.6 demək y bərabər olacaqdır. Kx üstə gəlsin b. Yəni -0.4 200 üstə gəlsin b-yə. 1.6. Sonra 7-ci tapşırıqda deyir ki, funksiya hansı xəttidir? Xətti funksiya kx üstə gəlsin b olmalıdır. Kx üstə gəlsin b, ümumi şəkildə kx üstə gəlsin b-dir. Burada ancaq məsələn y bəndidir. Y bəndi məsələn yazılıb 5'də 1, yəni k-sı 5'də 1-dir. 5'də 1 2 üstə gəlsin b-nin yerinə də 3'də 1 yazıblar. Sonra 9-cu tapşırıq. Belə funksiyanın qrafik vermişdir. Koordinat başlanğıcından keçir. Biz bilirik ki, koordinat başlanğıcından keçənlər kx-lərdir. Yəni düzüm tənasiblik. Burada k bərabərdir tangens alfaya. Alfanın yerinə də 120 yazılar. Tangens 120'də də ikinci rübət düşür deyə mənfidir. O da tangens 60'ın əksi -3. Belə də kx olacaqdır. Yəni -3x. Yəni funksiya -3x şəklində olur. Sonra 10-cu tapşırıqda burada işarələri təyin edin deyir. Yəni burada funksiya bu şəkildə azalır. Biz bilirik ki, y bərabər kx gəlsin b-də. X-in yerinə 0 qoyanda b deyir. Burada deməli bu 0, aşağıda kəsirsə deməli b aşağı düşür. Burada kəsəndə koordinat başlanğıcından yuxarıda isə aydındır. Ona görə aşağıda burada artanda ümumiyyətlə k müsbətləyir. B də aşağıda ona görə b nədir? Mənfi olur. Sonra 13-cü tapşırıqda demək y bərabərdir 5'də 4, 5'də 3 200. 5'də 3 2 gəlsin 4. Düz xətt vermişdi. Absisi ordinata bərabər olan nöqtənin koordinatları cəmi tapın. Absis x-dir. Ordinat y-dir. Z-ə də deyilir aplikat. Aplikat. Oxu. Buradan da z lazım deyil. Demək, burada y yerine x yazırıq. X bərabər olacaqdır. Deməli, 5'də 3 200. Üstə gəlsin 4'ə. Buradan deməli, x-dən 5'də 3 çıxanda 5'də 2x bərabər 4'ə. X-də bərabər 20 bölünsün 2, yəni 10'a. X-dən də y bir-birinə bərabərdir. Bizdən x-dən y-in cəmi soruşurlar. Bu da bərabər 20'yə. 15-ci tapşırıqda demək, y bərabərdir. Belə bir funksiya verilər. Biz bilirik ki, bu funksiya k bölünsün x-dir. Adı da periboladır. Yəni y bərabər k bölünsün x. Bu da məsələn birinci və üçüncü rübdə olanda azalır. Azalır bu şəkildə. Onda k-sı deməli müsbət olanda azalır. Tərs funksiyadır. Müsbət də azalır, mənfi də aydın ki artır. Burada yəni 5 bölü 2, 6 bölü 2 və s. hamısı ola bilər. Burada nədir? K-nı yenə 1 yazıblar. B bəndi də ancaq nədir? B bəndi buna uyğun gelir. Cavab B bəndi. Sonra 16-cı tapşırıqda 16 tapşırıqda mən şəkil çəkmirəm. İndi orada deməli
toplaya baxsanız birinci və üçüncülükdən k bölü x keçir. Ona görə k'sı deməli müsbətdir. Sonra deməli ikinci və dördüncülükdən b bölü x-dir. Ona görə b'si nədir? Mənfidir. Həmçinin 17-ci misalda hamısı ikinci və dördüncülükdə olduğuna görə deməli k'sı buradan mənfidir. Eyni zamanda b'si nədir? Mənfidir. Sonra 18-ci suala baxırıq. 18 sualda deməli a deyil mənfidir, b-dən mənfidir və modul a kiçik nədir? Modul b-dən və y bərabərdir ax düzüm tənasiblik və y bərabər bx-in vermişdir. Deyək, qrafiklərdən hansı doğrudur? Biz bilirik ki, məsələn, burada a-nın modulu b-nin modulundan kiçikdir. Ona görə mən a-nı yerə məsələn mənfi yaza bilərəm. b-ni yerə məsələn mənfi yazıram. Ona görə məsələn buradan mənfi 2-nin modulu 2-dir. Mənfi 2 modulu 3-dir. Ona görə uyğun gəlir. ax yerə mənfi 2x yazırıq. bx yerə də mənfi 3x yazırıq. Ümumiyyətlə bu tipli misallarda yəni artanda y qoxuna yaxınlaşır. Müsbətlər deyiləm. Azalanda da yəni böyüdükcə y qoxuna yaxınlaşır. Azalanda isə böyüdükcə nədir? Belə deyək, nədir? X qoxuna yaxınlaşır. Ya da modulca böyük olanlar yuxarıda qalır. Ya da ki, ən yaxşı şəkil çəkirsiniz, bu oldu mənfi 2x, mənfi 2x, mənfi 2x. Mənfi 2x bundan yuxarıda qalacaq. Niyə? Çünki burada mənfi 1 verən ikilir. Bu mənfi 1-də nədir? 2 alır. O birisində mənfi 1-də 3 almalı. Deməli, 3x nədir? Yuxarıda olacaq. 3x nədir? Yuxarıda olmalı. Yəni, mənfi 2x-də gec ötər. Çünki burada mənfi 1-də bu nədir? Müsbət 3 eləməlidir. Ona görə burada deməli, ax aşağıdaydı. bx nədir? Yuxarıdaydı. Ona görə cavablardan uyğun gələn bir dənə y bəndidir. Yəni ax bx-ə nisbətdə nədir? Aşağıdadır. 19 sual. Funksiya sabit funksiyadır. Sabit funksiya deyəndə konkret ədədə bərabər konstant hər hansı bir ədəd. Burada f1 vurulsun məsələn f3, bir də vursun f9 bərabərdir mənfi 27-yə. Burada aydın ki, dedik hamısı bir-birinə bərabərdir. Məsələn a deyək. Burada deməli a vurulsun a bərabərdir mənfi 27-yə. Onda aydın ki, a-nın kubu bərabərdir mənfi 27-yə. Deməli bizim funksiyamız nədir? Mənfi 3-ə bərabər. Çünki a burada nədir? Mənfi 3-dür. Bizdən nədir? f64 soruşur. Sabit funksiyada bütün qiymətlərdə eyni qiymət alır. Ona görə f64 bərabər mənfi 3-ə. Çünki funksiya artıq nədir? Mənfi 3 funksiyasıdır. 20-ci tapşırıqda fx bərabərdir. Deməli a çıxılsın 3. Vurulsun x-in kvadratı, üstə gəlsin. B çıxsın 4, vurulsun 2x. Bir də üstə gəlsin, deməli 2a üstə gəlsin 3b. Bəli, bu funksiyası yenə sabitdir, yəni konstantdır, hər hansı bir ədəddir. Bu deməli sabit olmaq üçün burada x-lər hamısı getməlidir. X-lər islah olmalıdır, x-in getməsi üçün yeri a3 olmalıdır. B də 4 olmalıdır. 3-dən 4 aparıb yerinə yazsaq, deməli 2 vurulsun 3, 2 vurulsun 3, üstə gəlsin 3 vurulsun 4. Bəli, bunların cəmi 12, 6 ilə 18. Artıq bizim funksiyamız 18 oldu. Burada nə yerinə yazsaq, cavab 18 olacaq. Bizdən soruşur, f(a) plus b nəyə bərabərdir? Cavab nədir? 18-ə bərabərdir. Sonra 21-ci misal. Deməli, x fərqli deyil 5 olsun. Yenə fx bərabərdir. Bu funksiya sabitdir. Yenə sabit deyəndə hər hansı bir ədədə bərabərdir. Olarsa, deyir məsələn, k-nın f2-nin cəmi nəyə bərabərdir? K-nın f2-nin cəmi. Burada sabitdir. Bu sabit funksiya bayaq gördüyünüz kimi istənilən qiymətdə nə yazsanız eyni arada 5-də, 3-də, hər şeydə. Ona görə burada məsələn, sadəlik üçün x-in yerinə məsələn, mən 0,1 yazıram. İstədiyiniz qiymət yaza bilərsə 5, 6, 7, hər şey. Və ya k-nı qabağa çıxardıq, ixtisar edə bilərsiniz. Ancaq ən asandır. Məsələn, sadəlik olsun deyə 0-dan 1 yazdım. f0 bərabərdir f1-ə. Ümumiyyətlə 2-də yaza bilərsiniz, 3-də yaza bilərsiniz və s. Və s. Ancaq 0-dan 1 daha yaxşıdır. 0-dan 1-i yerinə yazsam, alıram demək 0-ı yerinə yazsam, 5 bölünsün, məxricdə qaldı mənfi 25. Deməli, 1-i də yerinə yazsam, bu bərabər olacaqdır. Məsələn, 1-i x-in yerinə yazanda k üstə gəlsin 5, bölünsün 5 çıx 25, o da mənfi 20. Bəli, bu soldakı mənfi 5-də 1-dir. Mənfi 20-yə vuranda, demək 4 elədir. Buradan k-nın 5-in cəmi 4-dür. K-sı oldu mənfi 1. Artıq k tapıldı. K-nın yeri mənfi 1 yazanda funksiyanın özü olacaqdır. Demək f2 bərabərdir. K-nın yeri mənfi 1 yazaq.
olsun deməli mənfi 2x üstə gəlsin 5. Məxrəcdən 5 çıxır qabağa. Qaldı 2 çıxsın 5. O da oldu mənfi 5-də 1. Yəni bizdən soruşurlar K-nın F2-nin cəmini. Demək K-nın qiymətini tapdınız mənfi 1. F2-nin qiyməti mənfi 5-də 1. Bunların cəmi də mənfi 1,2 olur. 22-ci misalda 2 dənə xətt funksiyadır. Bunların kəşməsini tap deyir. Yəni, sadəcə bir-birinə bərabərləşdirsiniz. Y-ləri bərabərləşdirsiniz. Orada nədir? X-ləri tapırsınız. Sonra 23-cü sual. 23-cü sualda 2 şagirdin oxuduğu səhifələrin sayının zamana görə dəyişməsi verilmişdir. Burada məsələn, deməli birinci şagird tutalım ki 20 dəqiqəyə bəli. 20 dəqiqəyə 18 səhifə oxuyur. İkinci şagird isə 30 dəqiqə içərisində 15 səhifə nədir? Oxuyur. Burada belə deyirəm, olar 20 dəqiqə 18-də, məsələn 10 dəqiqə 6-dır, bu da 10 dəqiqə 5-dir. Elə. Ancaq uşaqlar ən çox bu yolu xoşlayır. 1 dəqiqə birinci şagird bu qədər səhifə oxuyur. İkinci şagirdə 1 dəqiqə 15 bölünsün, deməli 30 səhifə. Bəli, yəni bir səhifə müəyyən bir hissəsi. İkisi birlikdə bu qədər oxuyur. Neçə dəqiqədən sonra 210 səhifəni oxumaq olar. Bunu sadələşdirsək, deməli 2 ixtisariyəndə qaldı 10-da 9. Üstə gəlsin sağdakı 2-də 1. Vurulsun t bərabər 210. Orta mərəziyyəti nədir? 10-da 14. Vurulsun t bərabər 210. Oradan t bərabər 210-u vurursunuz. Bu da 5-də 7-nin tərsi 7-də 5. O da 30 vur 5. Cavab nədir? 150. Deməli 150 səhifə belə oxuyurlar. Deməli oxuduğu ümumi neçə dəqiqə? Bəli, 150 dəqiqə çalışdım, 150. Neçə dəqiqə? 210 səhifəni oxuyarlar ikisi birlikdə, 150 dəqiqə. Bəli. Sonra 24-cü tapşırıq. 24-cü tapşırıqda, yəni bu qrafikdən aydın ki, bu tərs mütənasib deyil, söhbətlə tərs mütənasibdən gedəcəkdir. Burada n plus 1 fəhlə, belə deyək, işi 10 günə yerinə yetirir. Sonra n plus 7, məsələn, işçi isə işi n vaxtda yerinə yetirir. Bu tərs mütənasib olduğuna görə, həm işçi qüvvələrin sayını artıran da işin görmə vaxtı azalır, oradan bilmək olar. Bir də ümumiyyətlə qrafikdən görmə olur ki, nədir? Azalırsa, şübhəsiz ki, tərs mütənasibdir, yəni artan da azalır. Ona görə qarşı-qarşıya vururuq tərs olanda. n plus 7-nin deməli n-ə hasili bərabərdir n plus 1-in 10-a hasili. Buradan n kvadrat üstə gəlsin 7n bərabərdir 10n plus 10. Buradan alırsınız ki, n-in kvadratı çıxılsın 3n, çıxılsın 10 bərabər 0, amma kökləri 5 və -2-dir. 5 və -2. Buradan aydın ki, 5 götürəcəyik. Deməli, yerinə yazsaq, 5-i yerinə yazanda 6 işçi, deməli 6-ın qabağına 10 yazdıq. Burada, yəni 10 sadə yerinə yetirir. Sonra 5 yerinə yazanda 12 işçi, yəni 5 sadə yerinə yetirir. Yəni, iş belə deyək də 60-dır. Görürsən, vursa 60 verir. Sual verilir ki, biz 20 işçi həmən işi nə qədər vaxtda yerinə yetirir? Yəni, bunun qabağına x yazırıq. Yəni, 20 nəyə vuranda 60 verir, o da cavab nədir? 3-ə. Və yaxud da istənilən birisi ilə qarşı-qarşıya vursanız, məsələn, 20x bərabərdir 60-a, 20x bərabər 60-a, oradan yenə x bərabərdir 3 tapırsınız. 25-ci tapşırıqda A parametrinin içi qiymətində bu funksiya xətti funksiyada görükür. 3a kvadrat çıxılsın 14a. Demək, funksiyasının qrafiki oradan toxunu mənfisidə kəsir. Bu funksiyanın qrafiki artırma, azalın bilmir. Çünki bunun işarəsi müsbət ola bilər, mənfi ola bilər. Məsələn, artan hal üçün, məsələn, mən qrafiki belə çəkə bilmərəm təbii. Niyə? Çünki o y-i deyir ki, mənfisidə kəsir. Belə olanda y-i müsbətdə keçir. Belə olsa, y-i sıfırda keçir. Onun şəkil belə çəkilir ki, y-i mənfidə nədir? Kessin. Bir də bunu şübhəsiz ki, nədir? K müsbət olarsa. Mənfi olanda da, yəni belə, yox, belə yox, belə çəkməlisiniz ki, y-in mənfi hissəsini soruşur. Demək, y-i mənfi zonada kəsməsi üçün gərək bunun içərisində mənfi olsun. Bu da çıxın 4a-dır. Demək, 3a-nın kvadratı çıxılsın 14a, kiçik 0 olmalıdır. A-nı mötərizə xaricən çıxartırsınız. 3a çıxsın 14, kiçik 0. Bu da köklərin arası olur. A daxildir. Demək, 0-la 4,3-də 1. 4,3-də 2. M parametrin nəyi soruşur? A parametri neçə tam qiymətində? Deməli, burada 1 ödəyir, 2-dir, 3-dür, 4-dür, 4 dənə qiymətində baş verir. 26-cı tapşırıqda
m'in deyir hansı müsbət qiymətində fx bərabərdir mx üstəgəlsin 9 bölünsün 4 üstəgəlsin m funksiyası sabitdir. Bəli, yuxarıda bunu oxşarını yazıq. Dedik sabitsə, məsələn 0 qiymətində, 1 qiymətində, istənilən qiymətində funksiya nədir? Eyni qiymət alır. Məsələn 0,1 daha rahat. f0 bərabərdir f1 yazıram. Buradan 0 yerinə yazanda 9 bölünsün 4 pürüz m alırıq. 1'i yerinə yazanda isə m pürüz 9 bölünsün 4 üstəgəlsin. Deməli burada 0 yerinə yazanda bu gedir, daha səhv yazım. Bu gedir benim 9 bölünsün m idi. Burada 1'i yerinə yazanda isə m pürüz 9 bölünsün 4 pürüz mu? Tənasübə keçsək, demək m'in kvadratı üstəgəlsin 9 mu? Bərabər 36 üstəgəlsin 9 mu? Buradan 9'a islah olunur. M kvadratı bərabər 36'ya. M bərabərdir. Pürüz minus nədir? 6'ya. Bizdən m'in müsbət qiymətini soruşur. Ona görə cavab nədir? 6'ya bərabərdir. Sonra demək uyğunluqlardan geç söhbət. Onları yazmıram. Asandır. Yəni 30 suala baxırıq. 30. Hovuzu doldurmaqdan. Demək, hovuzu doldurmaq üçün istifadə edən, mən şərti oxumuram. Yəni şagird şərti oxusun, tanış olsun. İzah eləyəndə başa düşsün. Burada məsələn, burada A kranından söhbət gedir. Bir də B kranından söhbət gedir. Biri doldurur, biri boşaldır. Məsələn, biri deyir ki, 2 saata 18 kubmetr doldura bilir. Aha, o birisi isə nədir? 3 saata 15 kubmetr nədir? Boşaldır. Ona görə də A deməli 1 saata doldura biləcəyi 18 bölünsün 2 9 kubmetrdir. B'nin boşalda biləcəyi 1 saata yəni 15 bölünsün 3 5'dir. Biri doldurur, biri boşaldır. 1 saatdan sonra onun içərisində 4 kubmetr su qalır. 8 saatda işləsə 8 vursun 4 bərabər 32 kubmetr su olur. Hovuzda yəni 50 litr tutur. Yəni elə bilin ki, bu hovuz bütöv 50 litrdir. Bu da 32 nədir? Hovuz 50'dir. Bu da 32 nədir? Doldurmuşdu. Deyir ki, məsələn 32 50 neçə faizdir? A, B-nə neçə faiz deyəndə A-nı B-yə bölürsünüz. 100%'e vurursun. Cavab elədir 64%. Neçə faizidir? Cavab 64. Sonra 31. suala baxırıq. Deməli, y bərabərdir. A-nın kvadratı çıxılsın 10'a. Bir üstə gəlsin 16 vur 2. Bu xətti funksiyada gördünüz. 9 çıxsın A kvadratdır. Bəli, funksiyası birinci və ikinci rübdə yerləşir. Bəli, bu kx plus b, yəni kx plus b. Bəli, aydın ki, belə olsa şübhəsiz ki, birinci, ikinci rübdə deyil. Belə olmaq üçün gərək nədir? Bu k-sı, yəni bu müsbət olmalıdır, k-sı müsbət olmalıdır, b-si müsbət olmalıdır ki, məsələn 1, 2, 3-dən keçdi. Məsələn, belə ola bilməz, aydındır. Məsələn, belə ola bilməz, aydındır. Belə olmaz. Deməli, bunun birinci və ikinci rübdə yerləşməsi üçün qrafik bu şəkildə olmalıdır. Yəni, y bərabər, məsələn, hər hansı bir ədəd də sıfırdan böyük olmalıdır. 3-4 desəydi, həmən ədəd mənfi olmalıdır. Bunun üçün gərək nədir? Bu y bərabər sabit ədəd olsun deyib, gərək bu nədir? Bu getməlidir, bu sıfır olmalıdır. Və bu qalan da müsbət olmalıdır. Bunu getmək üçün A-nın yeni bir 2 yazanda gedir, bir də 8 yazanda. Yəni, köklər 2-lə 8-dir. O zaman funksiyamız olur y bərabər 9 çıx A kvadratı. 9 çıx A kvadratı müsbət olmalıdır. Müsbət olsun deyə A-nın yerinə 2 yazanda müsbət edilir, 8 yazanda mənfi edilir. Ona görə A-nın yerinə biz 2 yazmalıyıq ki, bu olsun 9 çıxsın 4, yəni 5. Həqiqətən y bərabər 5 gördüyünüz kimi birinci və ikinci rübdən keçir. Ona görə A-nın nədir? 2 qiymətində başlayır. 32'də də 3-cü, 4-cü rübdəndir. Ona görə də nədir? Eləməlisiniz ki, A kvadrat çıxsın 16 mənfiləsin. 33-cü suala baxırsınız. 33-cü sualda deməli, şərt köçürmürəm. Yəni, bir dənə şəkil çəkilir. Bu şəkildə, bu formadadır. Burada aydın ki, K-sı müsbət olmalıdır. Bir də B-si müsbət olmalıdır. Burada deməli, sistemdə 4m çıxılsın m kvadrat K-nın yerində bu dayanır. Bəli, bu müsbət olmalıdır. Bir də 10m çıxılsın m-in kvadratı, çıxılsın 16, bu da müsbət olmalıdır. Bunların hər tərəfini mənfiyə vursaq və yaxud bölsək, m kvadrat çıxılsın 4m, çıxılsın 12 kiçik 0 olur. Burada isə m kvadrat çıxılsın 10m, bir də üstə gəlsin 16 kiçik nədir? 0 olacaqdır. Burada deməli,
Bunun kökləri, birincinin kökləri 6 -2-dir. Yəni -2 6 bunların arası olur. Bu da 2 ilə 8-in arası olur. Deməli buradan alınır. Birincidə həll -2-nin 6-nın arasıdır. Burada nədir? 2 ilə 8-in arasıdır. Bəli. Kim bacarsa istifadə etsin, kim bacarmırsa şəklini çəksin. Bu olsun -2 deməli 6 belə. Sonra 2 8 deməli 2 bura düşdü. 8 də bu yana düşür. Bunların kəsməsi gözün 2 6-dır. Yəni 2 ilə 6-nın arası. Bunu ödəyənlər tam ədədlər 3-dür, 4-dür, 5-dir. Və bunların cəmi soruşur. O da 12. Sonra 34-cü tapşırıqda demək fx xətti funksiyadır. Biz də bilir ki, xətti funksiya k vurulsun 2 üstəgəlsin 5 şəklindədir. Deməli deyir ki, f 3x minus 5 üzərinə gəlsin f 2x üstəgəlsin 3. Bu bərabərdir 15 vurulsun 2 üstəgəlsin 12 olarsa f5'i tapın. Biz funksiyanı tapaq, sonra yerinə 5 yazaq. Burada x'in yerinə birincini yazaq. Deməli k vurulsun 3x minus 5 üstəgəlsin b. Sonra üstəgəlsin, indi ikincini yaz qoyuruq yerinə k vurulsun 2x plus 3 üstəgəlsin b. Bu bərabərdir 15x üstəgəlsin 12. İndi bunu sadələşdirsək, deməli 3k2 çıxılsın 5k üstəgəlsin b bərabər üstəgəlsin 2k2 üstəgəlsin 3k üstəgəlsin b bərabərdir 15x plus 12. Buradan 3k2 2k2 deməli 5k2 deməli üstəgəlsin. Burada b ilə b-nin cəmi 2b-dir. Sonra mənfi 5k 3k çıx 2k oldu. Bu da sərbəst ədəddir. Bərabər 15-2 üstəgəlsin 12. Burada aydın ki, bu x-in əmsalı x-in əmsalı bərabər olmalıdır. Sərbəst həddə bərabər olmalıdır. Demək 5k bərabərdir 15-ə k-nı 3 tapırsınız. Sonra 2b çıxılsın 2k da bərabər 12-yə. K-nı yerinə 3 yazsanız 2b çıxılsın 6 12-dir. B-sə nədir? 9 tapırsınız. Artı deməli funksiya tapıldı da. Deməli kx üstəgəlsin b. Deməli funksiyamız oldu. Kx üstəgəlsin b. K vur 2 üstəgəl b. Yəni yerinə yazsaq fx bərabərdir 3x üstəgəlsin 9. Bizdən f5 soruşurlar. X-in yerinə 5 yazırsınız. 15 üstəgəlsin 9. Bu da bərabərdir 24. Sonra 35-ci tapşırıq. 35-də belə bir qraf vermişdim. 2 dənə xətti funksiyadır və qrafikləri bir-birinə perpendikulardır. Biz də bilir ki, perpendikular olanda k1 ilə k2-nin hasili -1 olmalıdır. Bucaq əmsalının hasili -1 olur. Qrafik əsasən bu nöqtə A, deməli 4 4-dür. Buradan da məsələn olsun B nöqtəsi, bu da -2 0. Və bizdən soruşduğu bu L2 düz xəttin nədir özüdür. Yəni k üstəgəlsin B-ni buradan tapmalıyıq. Bunun özünü soruşur, formasını soruşur. Burada məsələn 2 nöqtədən keçən düz xəttin tənliyini tapa bilərik sistem şəklində. Məsələn k üstəgəlsin B, A ilə B-ni yerinə yazırıq, K ilə B-ni tapırıq, ancaq bu B yoxdur, o bir B-dir. Sonra K1 ilə K2-nin həm hasilləri -1-dir, oradan da digərini tapmaq olur. Kalsın yəni. Ancaq daha qısa, məsələn burada daha qısası odur ki, bu şübhəsiz ki 4-dür. Bu da aydın ki, məsələn B-si də 4-dür. Ona görə y bərabər, yəni L2 düz xətini deyirəm. L1 də hansıdır bu? L1. L1 nəyə bərabər bu düz xət? Bu olsun K2 üstəgəlsin olsun K1 üstəgəlsin B1. Bu bərabərdir şahitlər. Burada K-sı, deyib bax buradan buraki məsafə aydın ki 6-dır, bu da 4-dür. Bu da alfadır. K tangisi alfadır. 4 burada 6-dır. Demək tangisi alfa 4 bölünsün 6-dır, yəni 3'də 2. Ona görə bu oldu. Bizdə sadəcə 3'də 2 üstəgəlsin B1. B1 bizim üçün maraqlı deyil. Bunun deməli K2'si, yəni burada K2 yazaq. Burada B2 yazaq. Deməli, indi L2-ni gəzməliyik. L2 də bərabərdir. K2 üstəgəlsin B2. Artıq K1 ilə K2-nin hasili -1-dir. 3'də 2 isə demək K2 -2-də 3'dür. -2-də 3. 3-2 üstəgəlsin B2. İndi burada həmən düz xət A nöqtəsindən keçir deyə yerinə yazaq B2-ni tapaq. Demək 4 bərabərdir. -2-də 3 vurulsun 4 üstəgəlsin B2. O da bərabərdir -6 üstəgəlsin B2. Beləliklə B2 bərabərdir 10-a. Deməli L2-nin tənliyi oldu.
Deməli, mənfi 2-də 3x üstə gəlsin B2, yəni 10. Bu şəkildə. Keçir ikinci mövzuya inşallah. Deməli, səhifə 6-ya baxırsınız. Səhifə 6. Misal nömrə 1-dən 64-ə. Misal nömrə 1-dən 64-ə. Aha, deməli, birinci sual. Birinci sual belədir. Deməli, y bərabərdir. Ax-ın kvadratı çıxılsın bx üstə gəlsin 7. Bu funksiya mənfi 3 və 10 nöqtəsini keçir. Bir dənə şərt veriblər, ona görə A-nı B-ni tapa bilmərik. Məsələn, nəyi soruşsa onu tapa bilərik ancaq. Yəni, bu ümumi şəkildə tapılacaq. A-nı B-ni bir-bir tapmaq üçün gərək 2 dənə dəyişən var da 2 şərt olmalıdır. Sadəcə x-in yerinə mənfi 3, y yerinə 10 yazsaq, alırıq 10 bərabərdir. Deməli, bu olsun 9A. Üstə gəlsin 3B plus 7. Buradan aydın ki 9A üstə gəlsin 3B bərabər 3-ə. Hər tərəfini 3-ə bölsə 3A üstə gəlsin B bərabər nədir? 1 olacaqdır. Sonra ikinci tapşırıqda bizdən soruşur kvadratik funksiya hansıdır? Forması ax kvadrat üstə gəlsin bx üstə gəlsin c olmalıdır. Kvadratik olmaq üçün A-da sıfırdan fərq olmalıdır. Burada ancaq cavablarda bir dənə A bəndi uyğun gəlir. Çünki A bəndində sürətli məxrəci bölsə 2x-in kvadratı çıxılsın 4-də 5x, yəni 1,4-də 1x, bir də üstə gəlsin nədir? 4-də 3. Bəli, A bəndi nədir? Kvadratik formadadır. Sonra burada üçüncü tapşırıqda y bərabərdir deyir x kvadratı çıxılsın 5x üstə gəlsin 9. Qrafik üzərində absisdir, ordinata bərabər nöqtə. Burada x kvadrat çıxılsın 5x plus 9 y-dir. Y-ə x veririk. Buradan x kvadrat çıxılsın 6x plus 9 alırıq. Burada x çıxılsın 3-ün kvadratı olduğuna görə x bərabər 3. Deməli, x-lə y bir-birinə bərabər 3, 3. 5-ci tapşırıqda y bərabərdir x kvadrat çıxılsın bx çıxılsın 5. M2 mənfi 5 nöqtəsi bunun üzərində olarsa, təpə nöqtəsinin koordinatlarını tapın. Burada bir şərt, bir dəyişən. Deməli, yerinə yazırıq, B-ni tapırıq. 2-ni yerinə yazanda x-in yerinə 4, çıx 2B, çıx 5. Buradan B-sini 2 tapırsınız. Deməli, funksiyanın analitik forması, yəni düstur forması bu şəkildə olacaqdır. Bu da aydın ki, x çıxılsın 1-in kvadratı, çıxılsın 6-dır. Burada da məsələn, təpə nöqtəsinə M1 desək, o da 1 mənfi 6 olacaq. 1 mənfi 6. Sonra 7-ci tapşırığa baxırıq. Y bərabərdir. X-in kvadratı üstə gəlsin B, üstə gəlsin C. Bu funksiya deməli şərtə görə A mənfi 1, 0 nöqtəsində və eyni zamanda C 0, mənfi 4 nöqtəsindən keçir. Biz aydın ki, buradan B-ni də C-ni tapa bilərik. Şərt 2 dənədir, dəyişən də 2 dənədir. Yerinə yazsaq 0 bərabərdir. 1 çıxılsın B üstə gəlsə, mənfi 4 bərabərdir, 0 üstə gəlir, 0 üstə gəlir C. Buradan aydın ki, C-si mənfi 4 tapırsınız. Buradan da 1 çıxılsın B, çıx 4 bərabər 0-a, B-si də nədir? Mənfi 3-ə bərabərdir. Bizdən B-ni soruşur. Ona görə B-si nədir? Mənfi 3-dür. Bunu soruşur dəqiq? Bəli, mənfi 3-ə. Sonra 9-cu tapşırıqda hansı aid deyil? Burada şübhəsiz ki, bunun üzərində son sayda nöqtə var. Ona görə cavablarını işləmək lazımdır. Hansı ödəmirsə aid deyil. Burada A bəndi yazda Q 1-2 nöqtəsi. Biz 1-2 yeni 1 yazıb sıfırləməlidir. O ki 1-2 nöqtəsi bura aid deyil. 11-ci tapşırıqda y bərabər mənfi x-in kvadratı üzərinə gəlsin b üzərinə gəlsin d funksiyasının qrafikin təpə nöqtəsinin apsisi 1-dir. Apsis də bilirsiniz ki, mənfi b bölünsün 2a-dır. Bu 1-dir. Yəni yerinə yazanda mənfi b bölünsün 2a, yəni mənfi 2 1-ə bərabərdir. Buradan b-ni sadəcə 2 tapırsınız. Sonra 12-də 10 oxşarıdır. 13-cü sual. 13-cü sualda şərtə əsasən burada nədir? ABC-nin işarəsini tapmaqdan söhbət gedir. Yəni funksiyamızda y bərabər ax kvadrat üzərindən b üstə gəlir c-dir. Burada aydın qol yuxarı deyə A-sı müsbətdir.
İkincisi bizdə 0 qoyanda c edir. Bu da c yuxarıda kəsib. Demək c-də müsbətdir. Qaldı ki b funksiya y-i kəsdiyi yerdə artırsa b-si müsbət olur. Azalırsa b-si mənfi olur. Deməli hər üçü nədir? Müsbətdir. Hər üçü müsbətdir. Bir dəqiqə. Buradan deməli hansı doğru deyil soruşur. O da A bəndi. Çünki A bəndində C-də müsbətdir, A da müsbətdir. Böləndə müsbət olmalıydı. Sonra 14-cü sualda yazaq. Demək y bərabər ax-ın kvadratı üzərinə gəlsin bx, üzərinə gəlsin c. Bəli, funksiyanın qrafiki bu şəkildədir. Burada yenə baxın, birincisi a-sı müsbətdir çünki qol yuxarıdır. İkincisi burada 0-da c edir, burada 0-da c yuxarıda deyil, c müsbətdir. B-ni isə y-i kəsdiyi yerdən təyin etmək olur. Y-i kəsdiyi yerdə funksiya azalır. Azalanda b-si nədir? Mənfi olur. Deməli, cavablardan hansı doğru deyil? D bəndi. Çünki D bəndi c bölünsün a, burada c və a müsbətdir. Müsbət olmalı idi. 15-ci tapşırıqda belə bir qrafik vermişdim. Funksiya deməli 2, təpə nöqtəsi 2 mənfi 3-dür. 2 mənfi 3-dür. Və eyni zamanda mənfi 1 nöqtəsini keçir. Bu şəkildə. Və mənfi 1 nöqtəsini keçir. Bu tip misal necə həll olunur? Düzü yerinə ümumi şəkildə qiymət qoyurlar. Məsələn, ax qədər plus bx plus c. 2 mənfi 3-ü, 0 mənfi 1-i, bir də ki m2-dir. Ancaq daha qısa 2 vay sağa deyə x-in 2-nin kvadrat yazıram. Bir də çıx 3. Sonra bax bu kəsdiyi nöqtə var ya, bax bura bir a versən, a olmalıdır 0 mənfi 1. Siz də düşünürsünüz ki, mənfi 3-ün üstünə nə gəlməlisiniz ki, mənfi 1 olsun. Mənfi 3-ün üstünə gəlməliyik biz 2-ni. Burada 0 qoyanda görürsünüz ki, mənfi 1 deyir. Bizdə də bu mənfi 3-ün sol tərəfi 4 edir. Deməli, mənfi 3-ün üstə 2 gəlməliydik. 4-ü deməli 2-də belə vururam ki, 2-ləsin. 2-dən də 3 çıxanda mənfi. Ona görə funksiyanın analitik forması bu şəkildə olmalıdır. 16. 16-da funksiya vermişdi. Ax qədər plus bx plus c. Və burada 3 dənə şərt var. 3 dənə də dəyişən. Artıq biz burada a-nı, b-ni, c-ni tapa bilərik. Şərtin biri f0 1-dir. Digəri f1 bərabər 0-a. Üçüncüsü isə f mənfi 3. 3 şərt, 3 dəyişən artıq tapa bilərik hamısını. 1 bərabərdir 0, 0, c. 0 bərabərdir ABC. 3 də bərabərdir A çıx B üstə gəl C. Aydın ki, C-ni 1 tapdıq. Sonra digər ikisini də yerinə yazsaq, A ilə B-nin cəmi mənfi 1. A ilə B-nin fərqi 2-dir. Bu ikisini toplasaq, ikisini. Onda 2A-sını 1 tapırıq. A-sı 2-də 1-dir. A-nın yerinə 2-də 1 yazanda isə B olacaq nədir? 2,5. B-si 2,5. Bizdən soruşur a kvadrat, b kvadrat, c kvadrat. A-nın kvadratı 0,5'in kvadratı, b-nin kvadratı 6,25, c-də 1'dir. Bu deməli 6,5, bu da 7,5 oldu bunun cavabı. Səhv yazım deyəsən burada. A, B, C. Belə cavab yoxdur. Haradasa deməli 0-dan 1-i yazdıq. 1, 0, bir də mənfi 3. Bir daha 0, 0, C. A üstü gələk, B üstü gələk, C. Deməli, mənfi yazanda A çıx, B üstü gəl, C. Harada səhv yazıq? C-si 1-dir. A-nın B-nin cəmi mənfi 1. Burada da 2-dir. Tərəfləri toplayanda 2A-sı 1-dir. A-sı 2-də 1-dir. A-sı 2-də 1-dir. B-si deməli mənfi 1,5'dir. Aydın. B-si mənfi 1,5'dir. Mənfi 1,5. Onda kvadratı cəmi deməli 1,5, 2,25 olacaqdır. O da 2,5 cavab elədi 3,5 olsun. Sonra 17 sual. Fx bərabərdir. X kvadrat üstə gəlsin 2, 2 üstə gəlsin 19. Bunun qiymətlə çoxunu soruşur. Bu x üstə gəlsin 1'in kvadratı. Üstə gəlsin 1, deməli bu da 18 olmalıdır. Bu ən kiçik qiyməti 0-dır. Üstün 18 gələn 18 edir. Qiymət olası 18 müsbət sonsuzluq.
19 sual. Demək, A-nın hansı qiymətlərində x kvadrat üstəgəl a2 üstəgəl 36 funksiyasının qrafiki absisovunu iki müxtəlif nöqtədə kəsir. Yəni, iki müxtəlif nöqtədə kəsir. İki müxtəlif nöqtədə qollar yuxarıda, iki yerdə kəsmək üçün diskriminant sıfırdan B olmalıdır. Bunun diskriminantı bərabərdir A-nın kvadratı, çıxılsın 144. Sadəcə B olmalıdır. Bu da plus minus 12, bu aydındır ki, mənfi 12 açıqdır, müsbət 12 açıqdır. Və nöqtələrin içərisi yox, qıraqları götürməlidir. Cavab mənfi sonsuz, mənfi 12. Birləşmə 12 müsbət sonsuzluq olur. Sonra 20-ci misalda da deyir kəsmir. Kəsmir deyəndə diskriminasiyadan kiçik olur. Yəni y bərabərdir. Məsələn, x-in kvadratı üstəgəlsin a2 üstəgəlsin 49. Hə, kəsmir. Bu qol yuxarıdır və kəsmir. Məsələn, yuxarıda qalacaq, bax belə. O zaman kökü olmur, diskriminasiyadan kiçikdir. Diskriminant a kvadrat çıxılsın, 4 vursun 49, belə kiçik sıfırdan. Bu da olacaqdır, demək kök yanında 14, demək 196. Bu da oldu mənfi 14 ilə müsbət 14-ün arası. 21-ci sualda y bərabərdir mənfi 2x kvadrat üstə gəlsin 8x çıxsın 11. Bəli, bunun təpə nöqtəsinin koordinatını soruşur. Düstur olaraq n bərabər mənfi 1 bölünsün 2 adı m-nı tapırsınız. N də bərabər mənfi b-nin kvadratı çıx 4ac böl 4a. Ancaq kim bacarır bu mənfikini çıxarsın qabağa daha sadə. Məsələn, mən yazarım x çıxsın 2-nin kvadratı. Bunu açanda baxın mənfi 2x kvadrat. Bir də çıx 4x mənfi 2-yə vurdun. Üstə gələ 8 çıxılsın 8 ilə. Çıxsın 8. Bir dənə 3 çıxmaq lazım ki 11 eləsin. Demək, bunun koordinatları yəni m-nı artı tapıldı. M-nın yerində 2 dayanır. N-nın yerində isə nədir? Mənfi 3. Sonra 23-cü sualda yenə də buna oxşar yazdıq. Qrafiki bu şəkildə veriblər. A, B, C işarəsi lazım təbii. Burada birincidə qol yuxarı deyə A müsbət. İkincidə C yuxarıda olduğuna görə müsbət. Bir də y-i kəsdiyi yerdə dedi ki, artırsa nədir? B müsbət olmalıdır. B müsbət, yəni hamısı müsbət. Deyir, hansı doğrudur? Y bəndə, çünki Y bəndində belə veriblər. AC bölünsün B müsbət. 24-də şifa edəcək. Buradan A mənfidir, C mənfidir. Y-i kəsdiyi yerdə artır deyə B də nədir? Müsbətdir. 25-ci tapşırıq. Fx bərabərdir ax kvadratı. Üzərinə gəl, bx üzərinə gəl 1 verilmişdir. F1 deməli 8-dən böyükdür. F mənfi 1 də mənfi 2-dən böyükdür. Olarsa A üçün hansı münasibət doğrudur? Yerinə yazsaq, şahiddə 1 yerinə yazanda arasında A üstə gəlsin, B üstə gəlsin, 1 böyüt 8. Mənfi 1 yazanda A çıx B üstə gəlir, 1 böyütür, mənfi 2. Bunları tərəf-tərəf toplasaq B'lər gedir. Onu görə alıram 2A üstə gəlsin 2 böyütü 6-dan. Buradan 2A böyütü 4-dən. A da sadəcə böyütü nədir? 2. Sonra 27-ci tapşırıq. Funksiya verilmişdir. Və bu şəkildə 1 və 3 nöqtəsində 0-dır və 2-dən keçir. Yenə deyirəm, yerinə də qiymət qoymaq olar. Yəni sistem şəklində 1, 0, 3, 0, 0, 2. Ancaq ən gözəli biz düşünürük ki, fx bərabərdir. Köklər 1-dir deyə vuruqlar x çıx 1, 3-dür deyə x çıx 3. Bir də bizim funksiyamız məsələn 2 nöqtəsindən keçir, yəni 0-2-dən. Mən də 0 qoyanda bu 3 irir. Demək, qabağına 3-də 2 yazaram ki, nədir? 2-dən keçsin. Vəssalam. Sonra yenə 28-ci misalda qrafik var. Bu şəkildə. Mənfi 1-lə 2 köklərdir. 0 verəndə də 3-dən keçir. Deməli, fx bərabərdir. Deməli, x üstə gəlsin 1, bu vuruqdur. Bir də x çıx 2-dir. Burada deməli, 0 qoyanda 3 girir. 0 qoyanda 3 girir. Burada da 0 qoyanda görürsünüz ki, mənfi girir. Deməli, qabağına bir dənə mənfi 2 deyə 3 yazırsınız ki, nə deyir? 3 olsun. Sonra 29 tapşırıq. Y bərabərdir x-in kvadratı
üstə gəlsin px üstə gəlsin q. Bu funksiyanın deməli təpə nöqtəsi m -5 -4'dür. Bu təpə nöqtədir. Burada bir şərt yoxdur. Artıq ən azı 2 dənə şərt var. Çünki təpə nöqtədir. Təpə nöqtə deyəndə məsələn sxematik çəkirəm. Onda məsələn bir var üzərində deyə. Bu həm üzərindədir, həm də ki təpə nöqtədir. Məsələn burada m və n. Həm m-nın yerini yaza bilərsən, həm də ki m-nın düsturu var, n-nın düsturu var və s. Birincidə yazıram m -p bölü, yəni -b bölü 2 a. O da -p bölü 2. Baxın bu bizdə var -5. Artıq biz p-ni 5 tapdıq. Demək funksiyamız oldu x kvadrat. Üstə gəlsin 5x üstə gəl q. İndi ikincidə artıq n-sı -4'dür. Biz də bilir ki bu mənfi b kvadratı, yəni 25. Çıxsın 4a bölünsün 4a. Bu mənfilər getdi. 25 çıxsın 4 q bərabər 16'ya. Q də bərabərdir 9 bölünsün 4'ə. Yəni 2 tam 4'də birlədir. 2 tam %25. Demək Q'si 2 tam %25'dir. P'si nədir? 5'dir. Sonra deməli 30-cu sualda y bərabərdir. Sonra belə də y bərabər x-in kvadratı üstə gəlsin p2 üstə gəlsin 9. Bu qolları yuxarı görsün. Və ox üzərində deyir. Baxın. Ox bu burada da ola bilər. Məsələn burada da ola bilər. Beləcə. Deməli nəyi soruşur? Ox üzərindədir. Biz ox üzərində olanda deyirik diskriminant sıfırdır. Ya da ki n sıfırdır. Çünki n ilə d eyni şeydir. Yəni belə n-nın içində d var sürəti baxsanız. Ona görə buradan alıram p kvadrat çıxsın 36 sıfırdır. P də bərabər pürüsümüzdən də 6 tapırıq. Ancaq bizə deyir ki burada p parametri hansı qiymətlərində parabolun təpənin apsisi müsbət olur. Bu apsisi müsbət olur. Təpə nöqtəsinin apsisi m daxil. M da -b bölü 2a'dır. O da -p bölü 2'dir. Bu müsbət olması üçün gərək p buradan mənfi olmalıdır. Demək cavab olacaq p mənfi oldu. Belə. Sonra 32-ci sual y bərabərdir. Ax kvadrat üstə gəlsin b2 üstə gəlsin c. Bu deməli -2 olanda 7 olur. Bir dənə qrafikə baxın. Deməli -2 olanda 7 olur. Bir də 0-da 15 olur. Bax -2-də deməli 7 olur bu şəkildə. Baxın -2-də 7 olur. Sonra 0-da da 15 olur. Olarsa neydir? ABC əmsallarını tapın. Burada deməli bu olacaqdır. Y bərabərdir. 2 vahid sol olduğuna görə x plus 2'nin kvadratı. Bir üstə gəlsin 7. Bir də ki baxın bu 15 nöqtəsindən keçir. Yəni 0,15. 0,15. Demək 7'nin üstünə gələndə 15 verir. 8. Deməli bu dəqiqə artıq bu 0 verəndə 4. Çünki 0'da 15 eləmə daxil. 0'da 4 verir. 4. Bunun qabağını 2 yazırsınız ki 8 eləsin. 8'in 7'nin 15. Bunu açanda alırsınız 2x'in kvadratı. Üstə gəlir 8x, üstə gəlsin, deməli 15. Artıq A-nı istəyirsinizsə 2-dir. B-ni istəyirsə 8-dir. C-ni istəyirsə nədir? 15'ə bərabər. 33'ü də yazın, daha yaxşı başa düşək. Deməli, funksiya verilmişdir. Deməli, -3-də -5'ə bərabərdir. 0'da da 13'dir. -3-də -5'dir. Bu şəkildə. Və 0'da da deyir ki 13'dür. Bax belə. 0'da 13'dür. -3'də də bərabərdir -5'ə. Belə. Tapaq yenə ABC. Burada nə girib bərabərdir? 3 vahid sola. X plus 3'ün kvadratı. 5 vahid aşağı. Yəni çıx 5. Bir də ki 0'da 13 olmalıdır. Deməli 0'da. Deməli burada -5'in üstünə biz deməli 18 gəlməliyik ki, bax bu cür 18 olmalıdır. Mən 0 verirəm, bu 13 verir. Burada da -5 0 verəndə 9 verir. Demək bu 18 olmalıdır. Yəni 2'ye vurmalıyım ki 18 olsun. 18'den 5 çıxan 13 desin. Bunu sadələşdirəndə 2x'in kvadratı üstə gəlsə 12x, üstə gəlsə 13. Demək A-nı istəyirsə istəyir 2'dir. B'si 12'dir. C'si nədir? 13'ə bərabərdir. Yəni bu şəkildə. Sonra 34-cü suala baxaq. Deməli, y bərabərdir -2x'in kvadratı üstə gəlsin k plus 2 vur 2 üstə gəlsin 2.
funksiyasının qrafikinin deməli m nöqtəsi m. M2 mənfi 5 nöqtəsi deməli simetri oxu üzərindədir. Parabolun təpəndə. Simetri oxu məsələn bir dənə qrafikə baxsaq tutaq ki, sxematik. Bu yəni x bəri m düz xəttidir. Yəni m. Təpə nöqtəsi var amma x bəri m-dır. O da mənfi b bölü 2-dir. Bu olsa nədir? Simetriya düz xəttidir. Deməli simetriya düz xətt yəni x bərabərdir m-dır, m. O da mənfi b bölü 2-dir. O da deməli yerinə yazsaq mənfi k çıx 2 bölünsün 2-dir. Mənfi 2-dir. Mənfilə də getsə k plus 2 bölünsün 2-dir. İndi həmən m nöqtəsi deyil m üzərindədir. Yapar x'in yerinə 2 yaz, 2 kere mənfi 5. Deməli buradan k plus 2 bir dəqiqə. Bəli, k plus 2 k plus 2 bərabər 2x-ə. Oradan x'in yerinə 2 yazanı 4 elədi. Demək k'sı bərabər 2-yə. Artı funksiyamız oldu mənfi 2x'in kvadratı. K'nın yerinə 2 yazanı ilə üstə gəlsin 4-2, üstə gəlsin 2. Bizdən soruşur 34-də təpə nöqtəsinin ordinatını. Ordinatını düsturun n-dır. Elə də yazım olar. Ya da mənfi 2-ni çıxardıram qabağa. Yazıram x çıxsın 1-in kvadratı. Buna açanda mənfi 2x kvadrat. Üstə gəl 4 çıx 2-lir. Demək onun üstə bir 4 yazmalıyam ki nədə açanda nədə bu da 2-ləsin. 4. Burada parabolun təpə nöqtəsinin ordinatını tapın dedi. Neyse yazım burada 4 cavabı yoxdur. Deməli, burada deməli mənfi b bölü 2-nın səhvi hesablamışıq. Bu a-sı mənfi 2-dir. Onun ki bu 4 olacaq. Bu da olsun 4. Demək k plus 2 bərabər onda 4x-ə. Deməli x-in yerinə 2 yazdı, buraya da 8. Bəli, olsun 8. Onda k bərabər də 6-ya. Onda deməli y bərabər mənfi 2x kvadrat 6 yerinə yazı oldu 8x plus 2. Bu da olacaq deməli x minus 2-nin kvadratı açanda mənfi 2x kvadrat. Üstə gəlib 4x. Bir də çıxılsın 8 edir. Onda üstə bir 10 gəlməli ki, bəli müsbət 2-ləsin. Bu şəkildə. Deməli bizdən n-nı soruşdular. N da bərabər 10-a. Sonra tamamlayaq. Deməli 35 deyən oxşarıdır. 35. Yəni 35 yazaq. Bəlkə biraz qaralım oldu. Deməli y bərabərdir. X-in kvadratı üstə gəlsin. M üstə gəlsin 3 vursun 2 çıxılsın 5. Dedi ki nöqtə məsələn simetri oxu üzərindədir. Bu simetri oxu olsun bax bu. Bu da m-dır. Yəni x bərabər m düz xəttir. Yəni mənfi b bölü 2a. Nöqtə də hansıdır? Deyir 1 tutaq ki mənfi 5. Bu m demək x bərabərdir m. O da mənfi b bölü 2a. Yəni mənfi m çıxsın 3 bölünsün 2. Bax belə. Oradan mənfi m çıxılsın 3 bərabər 2 vur x-ə. X-in qiyməti 1-dir. Oldu 2 vur 1. Oradan mənfi m bərabərdir 5-ə. M də bərabər mənfi 5-ə. Artı funksiyamız y bərabər olacaq x-in kvadratı. Mənfi 5 yerinə yazanca çıx 2x, çıx 5. Buradan düsturdan tapı olar. Belə daha rahatı x çıx 1-in kvadratı çıxsın 6. Buradan n-sı bərabər oldu mənfi 6-ya. 36-cı tapşırıqda ax kadar üstə gəlsin, bx üstə gəlsin c bərabər 0. Tənin həqiqi kök yoxdur. Həqiqi kök olan diskriminasiya falan nədə kiçik olur, olmayanda. Buradan a üstə gəlsin, b üstə gəlsin, c kiçik 0. Və bizdən soruşur c-nin nədir? Ən böyük tam qiymətini. Maksimum nədir? Tam qiymətini soruşur. Düzdür, mən deyəcəm ki, burada məsələn ABC, şübhəsi x yeni 1 qoyanda ABC deyir. O da məsələn 1 yazanda f1 mənfidirsə, diskriminasiyadan kiçiksə, onda bütün qiymətə mənfidir. Ancaq ən yaxşısı, biz bilirik ki, diskriminasiyadan kiçik olanda funksiyanın qrafiki x oxunu kəsmir. Ya yuxarıdadır, ya aşağıda. Burada bilirsiniz ki, 0 qoyanda c edir. 0 qoyanda c eləməlidir. Demir ən böyük qiymətini tapın. Onda şübhəsi ki, nədir? Bu qollar aşağıdır. Çünki qol yuxarı olsa belə, bunun ən böyük qiyməti olmayacaq. Qol aşağı olmalıdır ki, ən böyük qiymət nədir? Olsun. Burada da 0 qoyanda dedi ki, c edir. C-də heç vaxt 0 olmaz. Gəlir C 0 olsa, gərək onda kəsəm onu 2 yerdə. Onda diskriminant pozulacaqdır.
Ona ki altdakının qiymət olması mənfi sonsuzluq irəci 0. Burada daxil olan tam ədədin ən maksimalı mənfi 1 olur. 37-ci tapşırıqda isə ax kvadrat üstəgəlsin bx üstəgəlsin c 0'dır. Burada da kökləri yoxdur, yəni diskriminant sıfırdan kiçikdir. C'nin ala biləcəyi ən kiçik qiymət minimum və tam qiymət soruşur. Yenə deyirəm, burada ABC yazdılar ki, mənfi olar. Mən onu istifadə etməyəcəm. Çünki 1 yazanda deyə bilərəm ki, F1 ABC'dir, cəmdir. F1 mənfidirsə, bütün qiyməti mənfidir. Ancaq ən gözəli C'nin minimum qiymətini, çünki diskriminantdan keçir anamın qrafiki belədir. Ya da altdakı belə. Ancaq belə niyə çəkdim? Çünki nədir, belə çəksəydim, onda C ən kiçik yox, ən böyük alır. Burada ən minimal soruşur deyə qrafik budur. Burada 0 verəndə C edir. Bunun qiyməti olması C sıfırın müsbət sonsuzdur. Burada daxil olan tam ədədin ən balacası 1'dir. Sonra 38-ci sual. Y bərabərdir deməli m plus 2 x kvadrat üstə gəlsin m plus 2 vur 2x üstə gəlsin m çıx 2. Belə. Funksiyası x-in istənilən həqiqi qiyməti müsbət qiymətidir. Bu deməli, baxın, müsbət qiymət, şübhəsiz ki, bir funksiyanın qrafiki belə ola bilməz. Bu hamısı mənfilik, yəni. Müsbət olması üçün yuxarıda olmalıdır. Burada A müsbətdir, bilirsiniz, bu halda diskriminant mənfi. A'sı m plus 2'dir müsbətdir. Diskriminantda m plus 2'nin kvadratı çıxılsın 4 vurulsun m plus 2 vur m çıx 2. Bu nədir? Müsbətdir. Bəli, bu bərabər həll edirik, tapırıq. Yuxarıdan m plus 2 müsbətdir. Bu da müsbət olan ixtisar edə bilərik. Alırıq m plus 2. M plus 2 çıxılsın 4 dənə m minus 2. Bəli, bu da olur müsbət. Buradan alırıq ki, m böyükdür mənfi 2-dən. Bunu da sadələşdirəndə mənfi 2. Deməli, 2, bu da 8 ilə də 10. Böyükdür mənfi 10. Deməli, 2, bu da 8. Buradan aldıq ki, m böyükdür mənfi 2-dən. Bu da m kiçikdir, 3'dan 3'də 1'dən. 3'dan 3'də 1'dən. Bir dəqiqə, m böyükdür mənfi 2-dən. Buradan bir dəqiqə, bu mənfi, bu diskriminant. Mən niyə böyük sıfır yazmışım? Diskriminant sıfırdan kiçik. Belə deyil, diskriminantdan kiçik. Belə. Bu da bundan kiçik olacaqdır. M də böyükdür, 3'dan 3'də 1'dən. Bunların kəsişməsi m böyükdür, 3'dan 3'də 1. Bəli, A müsbət, diskriminant mənfi. A müsbət, diskriminant mənfi. Sonra bir daha 39 sual yazaq. 39. Y bərabərdir. Nx'in kvadratı üstə gəlsin n çıx 2x. Bir də üstə gəlsin n çıx 2. Bu funksiyası həmişə mənfi alır. Mənfi olması üçün deməli bu qrafik belə olmalıdır. Həmişə mənfi. Onda A mənfidir, diskriminant mənfidir. A'sı n-dır deməli mənfidir. Diskriminantı n çıxsın 2'nin kvadratı. Çıxılsın 4n vurulsun n çıx 2. Bəli, bu nədir? Mənfidir. Buradan deməli n kiçikdir 0 olacaq. Bu da mənfidir. Mənfiyə böləndə işarə dəyişir. N çıx 2. Çıxılsın 4n, böyükdən də 0. Bunu sadələşdirsə n 0'dan kiçikdir. Bunu da sadələşdirəndə deməli mənfi 3n böyük 2'dən. N kiçikdir 0'dan, n kiçikdir mənfi 3'də 2'dən. Bu kəsişməsi deməli n kiçikdir mənfi 3'də 2 olur. Sonra 40. sual. Rasyonel əmsallı y bərabər x kvadrat üstə gəlib px üstə gəlsin q vermişdir. O x oxunu deməli kəsir filan bir nöqtədən. Deməli kəsirsə aydın ki bunun qolları belə deyək də. Bunun qolu olsa yuxarıda da 2 dənə kök var. x1 və x2. Bunun köklərin biri deyək ki x1 bərabərdir. Kök 3 minus 1'in kvadratdır. O da bərabər 4 çıxılsın nədir? 2 kök 6 3. Demək, digəri də x2 bərabərdir. 4 plus 2 kök 3 olacaqdır. Bəli, rasyonel misal ona görə deyir ki, rasyonel misal deməsə sual səhv olur. Çünki burada biz diskriminantı artıq
bilənlər bilir ki, aydın ki, mənfi p plus minus kök altı diskriminant bölü 2-adır. Yəni plus minus diskriminantın qarşısında durur. Burada diskriminant elə bir ki 12-dir. Plus minus məsələn 12. Hə, niyə rasionel misal deyir? Çünki rasionel misal deməsə siz diskriminantı 16 götürə bilərdiniz, 4 çıxa bilərdi. Demək diskriminant burada 12-dir, 100%. Niyə? Çünki artı məsələn desəniz ki, 16 olsa diskriminant. Onda 2 kökdür ya p gərək ola. P də rasionel misalı deyir. 2 kökdür irrasionaldır. O mənada. Burada deməli mənfi p x1 ilə x2-nin cəmidir. Oldu 8. P mənfi 8. Q bərabərdir x1 ilə x2-nin hasili. O da 16 çıxılsın 12. Bu da 4. P və Q-nü istəyir. Sonra bundan cəmi istəyir. O da mənfi 4. P ilə Q-nün cəmi mənfi 4. Sonra 41-ci sual. Eğer bərabərdir mənfi x-in kvadratı üzərinə 2x üzərinə 12. Bunun ən böyük qiyməti. Yəni qol aşağısı ən böyük qiymət olacaq. O da n-dır. Ancaq əmsal 1 mənfi 10-da belə yolla yazma olur da. Belə. Üstə gəlsə 13. Burada görürsünüz ki, n-nın yerində 13 dayanır. Burada kiçik bərabər 13 olduğuna görə n 13'dür. Sonra 43-cü sual. Eğer bərabərdir x kvadratı üstə gəlsin 2, üstə gəlsin funksiyasının qrafiki m 3, 15 nöqtəsindən keçir, onun təpəndəsin, koordinatların cəmi tapın. Hə, yerinə yazıram 15 bərabərdir. Demək 3'ü yazım 9, bu da 3c. C bərabər 3. Demək artıq funksiyamız olacaq x kvadrat üstə gəlsin 2, üstə gəlsin 3. Bu da oldu x üstə gələ 0,5'in kvadratı. Bu da 0'dan 125 verir. Demək 2 tam 175 olmalıdır ki, bu toplayanda nədir? 3 rəsm. M üstə gələn n-nı soruşuruq. M-sı mənfi 0,5'dir. N-sı 2 tam 175'dir. Bunun cəmində 2 tam %25 oldu. 44-cü sual. 44'də deyir ki, y bərabərdir x kvadratın çıxılsın 2x üstə gəlsin p. Funksiyanın ən kiçik qiyməti 6-dır. Bu qol yuxarı olduğuna görə şübhəsi ən kiçik qiyməti olur. Ya düsturdan yazarım, ya da bu yazarım y bərabər x çıxılsın 1'in kvadratı. Üstə gəlsin 1 yaranır, burada p çıx 1 yazıram. Bunun ən kiçik qiyməti demək 6-dır. Demək buradan p çıx 1 nədir? 6 olmalıdır. P-dən bərabər nədir? 7-yə. Deməli 45-ci tapşırıqda y bərabərdir mənfi x-in kvadratı. Üstə gəl 2x üstə gəlsin p. Bunun ən böyük qiyməti. Qol aşağısa təbii ən böyük soruşur. Bu mənfi x çıx 1'in kvadratı üstə gəlsin. Burada çıx 1 yaranır. Ona görə üstə gəlir p çıx 1. Yox, üstə gəlir. Bunun ən böyük qiyməti budur. O da deyir ki, nədir? 5'e bərabər. Demək, onun yerinə 5 yazırıq. P plus 1 5 olur. Oradan p'si nədir? 4 olur. 46-cı sual. Y bərabərdir x-in kvadratı üstə gəlsin 2m plus 2x üstə gəlsin 1 çıx 4m. Funksiyasının qrafiki absoxunu koordinat başdan solda toxunur. Bunun qolları onsuz da yuxarıdır. Toxunursa deməli burada demədi, burada demədi, deməli solda, burada toxunur. Bu hal aydın ki, burada m-sı gördünüz ki, m solda deyə. Bu m da n da 0'dır. Belə deyim, m-sı mənfidir, n-sı da 0'dır. Yəni şübhəsiz ki, n 0-dan başa düşün, diskriminant 0 eyni şeydir. Çünki n-nın içində də mənfi b kadar çıx 4 a seviyor ona görə. Deməli birincisi diskriminant 0'dır. Yəni diskriminant yazaqda diskriminant 0, bir də m mənfi. Buradan diskriminantın yerinə yazıram 2m plus 2'nin kvadratı çıxılsın 4 vursun 1 çıx 4m. Bax bu oldu 0. Sonra da m də mənfi b bölü 2a'dır. Yəni mənfi b bölü 2a. Bu m təpə nöqtəsi, bu m yox a. Bu düstur var ha. Bunu indi çaşdırmıyor özümüzü. M1 yazayıq. Bu mənfidir. Bunu sadələşdirəndə bu aydın ki, bu 2'nin kvadratı 4 çıxır qabağa. Qaldı m plus 1'in kvadratın. Demək çıxılsın 1 minus 4'in. Bərabərlə 0'a 4 getdi də. Buradan deməli şeylə mənfi 2 kiçikdir 2'dən. Buradan alırsınız ki, sadələşdirəndə m'in kvadratı üstə gəlir 2m. Üstə gəlir 1. Çıx 1. Üstə gəlir 4m. Bərabər 0'a. Burada m böyükdür mənfi 1.
Deməli, tənlikdən alırıq ki, deməli, m kvadrat üstə gəlsin 6m bərabər 0-a. Bu da m bərabər 0-a. M bərabər -6-ya. -1-dən böyük olduğuna görə deməli 0 götürəcəyəm. -6 yox, çünki bu kənar kökdür. Çünki -6, -1-də böyük olmalı. Sonra 47-ci tapşırıqda bir daha. Deməli, y bərabər imiş 47-də x kvadratı üstə gəlsin. M çıx 1-2 üstə gəlsin n. Funksiyasının qrafikin təpə nöqtəsi bir dəqiqə 47. Simmetriyanın təni budur. Sonra bir dəqiqə. Funksiyanın qrafikin təpə nöqtəsi apsis oxsiyonunda yerləşir. Deməli, simmetri oxu buradadır. X mənfi işləyir. Bu 1. Bir də təpə nöqtəsi apsis oxsiyonunda yerləşir. Yəni, qrafik yəni bu şəkildə. Burada şübhəsiz ki, diskriminant 0-da bir də m-sı mənfidir. Bu m yox ha. Bu mənfi b bölü 2 deyilir bəli. M1 yazaq fərqlənsin. Deməli, M1 yəni mənfi b bölü 2 yəni mənfi m plus 1 bölü 2 bu oldu mənfi 3. Buradan mənfi m plus 1 bərabər -6-ya, mənfi m də bərabər mənfi 7-yə, m də bərabər 7-yə. Yerinə yazsaq, deməli, y bərabər olacaqdır. Deməli, x-in kvadratı 7-ni yerinə yazanda üstə gəlsin 6x, üstə gəlsin n. Burada da aydın ki, diskriminant bunun üzərində olduğu 0-da, diskriminant da bərabər 36, çıxsın 4n bərabər 0-a, n də bərabər 9-a. Deməli, m-lə n-in cəmi soruşur, 9-dan 7-nin cəmi nədir? 16. Sonra bir daha 48. Y bərabərdir x kvadratı üstə gəlsin, p üstə gəlsin, 1, 2 üstə gəlsin, q. Qrafikin təpə nöqtəsi apsis oxsiyonundadır. Baxın, burada təpə nöqtəsi apsis oxsiyonundadır. Belə. Bu da simmetri oxu, yəni bu da mənfi simmetri oxu, belə deyək. X bərabər mənfi. Deməli, burada simmetri oxu m bərabərdir, mənfi b bölü 2-adır. O da mənfi p çıxsın 1, bölünsün 2-dir. Bu bərabərdir həmən mənfi 2-yə. Oradan mənfi p çıxsın 1, mənfi 4-dür, mənfi p isə mənfi 3-dür, p bərabərdir 3-ə. Yerinə yazsaq funksiyanın forması x kvadrat üstə gəlsin, p-ni yeni 3 yazın 4-2, üstə gəlsin q-dir. Burada da şübhəsiz ki, nədir? Üzərində olduğuna görə o x oxunun üzərində diskriminant 0 olmalıdır. 16 çıxsın 4, 2, 0 olmalıdır. Q-sü bərabər 4-ə, p-si 3-dür, q-sü 4-dür, p-lə q-nün cəmi soruşur, bu oldu 7. Sonra 49-da deməli, y bərabərdir 2k çıxılsın 5 vur x kvadrat. Çıxılsın 2 vurulsun k çıx 1, 2 üstə gəl 3. Funksiyasının qrafiki apsis oxuna toxunur. Sadəcə toxunur. K-nın hansı qiymətə toxunursa, qol yuxarıda aşağıda bilmirik, diskriminant 0-dır. Diskriminant olacaq 4 vurulsun k çıx 1-in kvadratı minus 4 AC yəni 12 vurulsun. 2k çıxılsın 5 0 olmalıdır. Hər tərəfi 4-ə bölsək, k çıx 1-in kvadratı çıxılsın 3 vurulsun 2k çıx 5 bərabər 0-a. Bunu açanda k-nın kvadratı çıxılsın 2k plus 1 çıxılsın 6k üstə gəlsin 15 bərabər 0-a. Sadələşəndə k kvadrat çıxılsın deməli 8k üstə gələ 16 0-dır. Bu da k çıx 4-ün kvadrat eləyir. Buradan k-sı bərabər 4-ə. Yenə 50-ci misalda diskriminant bərabər 0 yazırsınız, oradan tapırsınız. 51-ci sual. M-in hansı ən kiçik qiymətində deməli 51-də nədir? M-in hansı kiçik qiymətdə fx bərabərdir. X-in kvadratı üstə gəlsin 2 vursun m çıx 5. Vur x üstə gəlsin m-in kvadratı parabolası təpə nöqtəsi birinci bir yerləşir. Qol onsuz da yuxarıda görsün müsbətdir. Birinci bir yerləşir bu şəkildə. Birinci də yerləşəndə buradan görmür olur ki, m-sı. Yəni apsis var, mənfi b bölü 2. Bu uşaq nədir? Müsbətdir. Bu müsbətdir. Bir də şübhəsi ki, diskriminant 0-dan kiçikdir, görükür. Ona görə diskriminant tapırsınız 4. Vurursun m çıx 5.
Bəli, b kvadrat çıxılsın 4m kvadratı. Bəli, bu sıfırdan kiçik olmalıdır. Bir də m1, yəni mənfi b bölü 2a. Mənfi b bölü 2a, yəni mənfi 2 vurulsun m çıx 5 bölü 2. Bu müsbət olmalıdır. Buradan m çıxsın 5, bilirsiniz ki, sıfırdan kiçikdir, m də kiçikdir, 5 olacaq. Bunu hər tərəfini 4-ə bölsək, m minus 5'in kvadratı çıxılsın m'in kvadratı kiçik sıfır olur. Açanda m kvadrat gedir, qaldı mənfi 10m. Üstə gəl 25 sıfırdan kiçikdir. Mənfi 10m kiçikdir mənfi 25-dən. M də böyükdür nədir? 2,5-dən. Yəni deməli buradan 2,5-dən kiçik olmalıdır. Və 5-də nədir? 2,5-dən böyük olmalıdır. 5'də nədir? Kiçik olmalıdır. Düz mü yazdıq? Funksiyasının qrafiki absorpuna toxunur. Yox, bir dəqiqə 51 idi bu bəli. M'in hansı ən kiçik qiymətdə? Bəli, burada nədir? 3 düşür. Ən böyük 4-dür, ən kiçik nədir? 3-dür. Tamam. Sonra demək 52-ci sual. 52-ci sualı deməli fx bərabərdir. Burada ax'in kvadratı üstə gəlsin bx üstə gəlsin c. Bir də ki gx bərabərdir. Dx'in kvadratı üstə gəlsin y üstə gəlsin c funksiyası vermişdir. C'nin alabileceği en küçük qiymət tapın. Əmsalları tam ədədlərdir. Bütün gördüğünüz ədədlər hamısı nədir? Tam ədədlərdir. Tam. Və c'nin alabileceği en küçük qiymət nədir? Soruşur. Minimal. Aha. Demək, burada qrafik çəkək. Qrafikdə keçir mənfi 5, mənfi 1-dən. Bu şəkildə mənfi 5, mənfi 1. Bir də bu da keçir 3-dən. Tabi hansı nöqtədir bizə lazım deyil. Keçir orada. Deməli, bu oldu bizdə a vursun köklər, baxın. Köklər mənfi 5, mənfi 1. A vursun x plus 5, x plus 1-dir. Bu da d vursun x çıxsın 3-ün kvadratıdır. Burada sıfırda qiymətlər görsün bir-birinə bərabərdir. Hər ikisinin yerinə 0 yazsa, ikisinin yerinə qiymətlər eynidir. Deməli, 0 yerinə yazanda buradan 5a deyir. O da bərabərdir. Nədir? 9'dur. Bu da görürsünüz ki, məsələn 0 verəndə c ilə də. Bunların hamısı nədir? 10 nədir? C-yə bərabərdir. Bu c-nin ən minimal qiymətini soruşur. Burada da bunlar bir-birinə bərabər olmaq üçün a, b, c də hər şey tamdır. Onun ki, a-sı 9 olmalıdır. D'si də 5 olmalıdır. Yerinə yazanda 5, 9, 9, 5, cavab verədə 45. Minimal 45. Sonra 53-cü sualda birinci y bərabərdir. X kvadrat çıxılsın 4x plus 10. Bu bərabərdir x minus 2'nin kvadratı üstə gəlsin 6. Lap qrafikdə çəksə 2 vahid sağa, 6 vahid yuxarı və qollar yuxarıdır. Birinci hansı uyğun gəlir? Məsələn, B bəndi təpə nöqtəsi 2 və 6'dır. Bir də D bəndi -2'də gördüyünüz kimi nədir? Azar. İkincidə isə y bərabərdir x-in kvadratı üstə gəlsin 6x plus 12. Bu da x plus 3'ün kvadratı plus 3'dür. Bunda qrafikini çəksə 3 vahid sola, 3 vahid yuxarıdır. Qolda yuxarıdır. İkinci hansı uyğun gəlir? A bəndi verilir. Təpə nöqtəsi -3, 3. Təkcə bu uyğun gəlir. 3. Y bərabər x kvadrat çıxılsın 8x plus 18. Bu da oldu x çıxılsın 4'ün kvadratı. Üstə gəlsin 2. Bunda qrafiki 4 vahid sağa, 2 vahid yuxarı. Qolda yuxarı. Üçüncü uyğun gəldi. Sadəcə c -4'də funksiyada azar. Sonra da 54'də bayaq bunlara aid dedik və 54'də işarələrdən gedir söhbət. Məsələn 54'ün birincisində a müsbətdir, c müsbətdir, b mənfidir. İkincisində a-sı mənfidir. C'si də mənfidir, B'si müsbətdir. Üçüncüdə qol yuxarıda A müsbət, yuxarıda keçir C müsbət, kəsdiyi yerdə artır, B də müsbətdir. Sonra 55'dən birinci y bərabərdir x kvadrat çıx 1.
Ben bunun grafikini laf çekeyim. 1 byte aşağı bu şekilde. 0 -1'den keçir. Birinci hansı uyğun gəlir? Burada iki yerde kəsir B bəndi uyğun gəlir. Bir də ki qiymətlə çoxlu -1 müsbət sonsuzu D bəndi uyğun gəlir. İkinci -x çıx 1'in kvadratıdır. Bu da 1 byte sağa, qol aşağı. Demək ikinci uyğun gəldi. 1-0 nöqtəsi toxunur Y bəndi. Üçüncüdə qol yuxarı, 1 byte yuxarı sürüşür. 0-1'dən keçir. Üçüncüyə də uyğun gəldi. 0-1'də kəsir A bəndi. Bir də ki qiymətlə çoxluğu 1 müsbət sonsuz C bəndi. Sonra burada 56, 57 bunların hamısının grafikini qurmaq lazımdır. Sxematik üstünü yazmaq lazımdır. Deməli yazırsa yenə hamısını yazaq. Demək 56 yazaq ben 56. Birincisi dedim y bərabərdir 2 vurulsun x plus 2'nin kvadratı çıx 3. Bu da 2 byte dedim sola. Baxın 2 byte sola, 3 byte aşağı. Qolda yuxarı. Deməli buradan birləşin. Hərdəsi belə. Bu şəkildə. Birinciyə demək uyğun gəldi. Burada ən kiçik qiyməti -3 C bəndi. Sonra ikincidə deməli ikincidə olacaq Rx bərabərdir. Y yazıram. Y bərabərdir 3x'in kvadratı üstəgəl 6x çıx 7. Bu da 3 vurulsun x plus 1'in kvadratı. Buna açanda 3 çıx 10'dur. Buna grafiki belə deyildi. 1 byte sola, 10 byte aşağı. Belə sxemat çəkəyim. Belə. Sonra burada demək ikinci uyğun gəldi. Burada ikincidə -1'də ən kiçik qiymət alırım. B bəndi. Üçüncüdə 7x'in kvadratı çıxılsın 14x plus 6. Buna 7'ni çıxartdıq qabağa x çıxılsın deməli 1'in kvadratı. Bunu açanda 7, bir də çıx 1. Bu da 1 byte sağa, 1 byte aşağı belə. Bu da üçüncü uyğun gəldi. Deməli grafiki 1 -1 nöqtəsi keçir deməli hansıydı bu A bəndi. Bir də ki o koxunu deyir 0.6'da kəsir, elə bir şey var. Məsələn burada yuxarı qaldırsan, burada 0 qoyanda 6 edir. Bu o koxunu 0.6'da kəsir, bir də Y bəndi. Belə. Hamısı çəkmək lazımdır. Bu şəkil çəkməyincə demək olmur. Yenə yazmış gəlin, onda hamısı yazar 57. Məsələn birincisi fx bərabərdir. Mesela 6 çıxılsın 3 vurulsun x minus 2'nin kvadratı. Bu 2 byte deməli sağ oldu. 6 byte də yuxarı. Belə qolda aşağı. Bu şəkildə. Birinci uyğun gəldi. Deməli ən böyük qiyməti 6 C bəndi. İkincidə y bərabər olsun 2x'in kvadratı çıxılsın 8 çıx 3. 2'ni çıxartdıq qabağa x minus 2'nin kvadratı. Bana açanda 2x kvadrat çıx 8 çıx deməli üstə gəlsin 4 2 8 verir. Deməli bir 11 çıxmalıdır. Bu da 2 byte sağa 11 byte aşağı belə. Qolda yuxarı. Bunu mən dəqiq çevirəm. İndi buradan kəsir, indi ona baxacağıq. Əslində bax 0 verəndə neçə elədi? 0 verəndə 4 8 çıx 11. Yəni əslində bu gəlib bax buradan keçməlidir buradan. -3. Sonra bizdən deməli ikincidə hansı uyğun gəlir? Ən kiçik qiymətini 2'də alır. O da B bəndi. Yəni qrafiki sxematı çəkirəm də. Kiçik böyükdən söhbəti gedir ona görə. Sonra y bərabərdir 9x'in kvadratı üstə çıxılsın 18x plus 7. Əslində bu 7'dən keçməlidir bilirsiniz. 9 vursun x minus 1'in kvadratı. Yəni bunu açanda çıx 2 deyir. Bu da 1 byte sağa 2 byte aşağı. Deməli bu da belə 7'dən keçsin bu belə. Olsun dəqiq 0,7. Aha. Demək üçüncü uyğun gəldi. Təpə nöqtəsi 1 -2'də A bəndi.
Bir də ki, O1 qovunu 0,7 kəsir və Y bəndi. Sonra 58'e baxaq. 58 deməli birinci y bərabər 4x minus x-in kvadratı. Bu oldu mənfi x minus 2'nin kvadratı. Bu da üstə gəlsin 4. Bunun qrafikini çəkəndə 2 var sağa. Yox, düz mü dedim bir dəqiqə. Mənfi 4 plus 4. 2 var sağa. Bir dəqiqə. 0,4'ten keçirək. Bəli, 2 var sağa, 4 var yuxarı. Və qolu da aşağı. Belə. Bax belə. Bax, dəqiqdə isə 0,4'dən keçir. Birinci uyğun gəldi. Burada deməli, parabolanın korunu başlanıb keçir D bəndi. Sonra ikincisi, y bərabərdə x-in kvadratı üstə gəlsin 6x çıx 7. Lapını belə çəkək. Bu köklər mənfi 7'nin 1'dir. Mənfi 7'nin 1. Sıfırda da deməli sıfırda da mənfi 7 eləyir. Bir dəqiqə mənfi 7'sini biraz bu yanda olsaydı daha yaxşı olardı. Bir dəqiqə belə olsun da. Mənfi 7 1. Sıfırda da mənfi 7'lesin. Bax belə. Bu da Allah biri təpəndə sıfıra düşür mənfi üçün. Deməli, ikinci uyğun gələcəkdir. Təpənin isə üçüncü rübdə yerləşir. Düzdür, üçüncü rübdə yerləşir. Bu olsun demək A bəndi. Bir də ən kiçik qiyməti mənfi 16'dır. Ən kiçik qiyməti mənfi 16'dır. Gərək mənfi 3 yerinə yazaq, hesablayaq. Deməli, bu olsun x plus 3'ün kvadratı 9. Çıxılsın 16. Belə ən kiçik qiyməti mənfi 16'dır. Bu da olsun B bəndi. Sonra üçüncüdə y bərabərdir mənfi x minus 2'nin kvadratı. Bu da 2 var sağa. Qol da aşağıdır. Bu şəkildə. Üçüncü uyğun gəldi. Parabolun təpənin isə apsis ox üzərində yerləşir. Bəli, bu Y bəndi. Ancaq şəkil dəqiq çəkir, şəkildə cavab vermək lazımdır. 59 sual. 59'a y bərabərdir. X'in kvadratı üstə gəlsin P çıxılsın 6x. Üstə gəlsin 16. Parabolun təpənin ötəsi 3-cü rübdə yerləşir. Bunun qolları onsuz da yuxarıdır. 3-cü rübdə yerləşmək üçün bax burada olmalı. Belə. Bu da olsun bizim 3-cü rübdə. 3-cü rübdə belə burada. Burada olmalı mənim. Deməli, bu yox, burada olmalıdır. Burada deməli, 3-cü rübdə yerləşirsə, buradan həm m-sı, yəni təpənin üstü apsi şeyin mənfidir. Bir də ki, görürsünüz ki, qol yuxarıdır və diskriminant müsbət olmalıdır. Demək, diskriminant müsbətdir. 2 dənə kök var ona görə. Bir də m-sı nədir? Mənfidir. Diskriminant olacaqdır P çıxsın 6'nın kvadratı. Çıxılsın 64 bölü 0. M da mənfi B bölü 2 aldı. Yəni, belə bax. Bu da nədir? Kiçik 0. Bax, bunu həll etmək lazımdır. Demək, buradan alırsınız ki, P'nin kvadratı çıxılsın 12P. Üstə yer 36, çıxsın 64. Demək, olsun 28. Demək, çıxılsın 28 bu böyük 0'dan. Buradan da 6 çıx B kiçik 0'dan. P də böyükdə 6'dan. Bunun köylə 14 mənfi 2'də olacaq mənfi sonsuzluq mənfi 2. Birləşmə 14 müsbət sonsuzluq. Bu da 6 müsbət sonsuzluq. Bunların kəsişməsi 14 müsbət sonsuzluq. Bura daxil olan ən kiçik tam ədəd nədir? 15'dir. Sonra 60-cı misala baxaq. 60. Demək, fx bərabərdir. Ax-ın kvadratı üstə gəlsin b2 üstə gəlsin c. Funksiyasının qrafiki vermişdir. Belə çəkiblər. A və B nöqtəsini keçir. Bu da 0'da 3'dür. Demək, B-nin koordinatı budur. Deyir, mənfi 3'dür. AB məsafəsi 4'dür deyə, deməli, A-nın koordinatı olacaq 1. Onlarsa, deməli, A çıx B, bir də çıx C-ni deyir tapın. Bu aydın ki, biz bunu bilirik, fx bərabərdir.
Bu kökler -1'dir. Vuruklar x plus 3. X çık 1 olacak. Bir de ki bu 0 vereni çürüyor da. Bizde de 0 vereni -3. Qaba bir mənfi ataq. Artıq fx bərabər bunu açanda -x'in kvadratı. Deməli 3x üstə gəlir 2 çıxılsın 2x bir də üstə gəlir 3 olur. A'sı -1'dir. B'si -2'dir. C'si de 3'dür. Bizden soruşur A çıx B çıx C'ni. Yəni -1 çıx B yəni üstə gəlir 2 bir də çıx 3. O da -4'dən 2'nin cəmi cavab elə nədir? -2. Sonra 61'in sual. 61 fx bərabər ax'in kvadratı üstə gəlsin bx üstə gəlsin c. Yine bunun qolları aşağıdır. B ve A nöqtəsini keçir. Bu A olsun, bu da B olsun, bu da 0'da 2'dir. Deməli B'nin koordinatı -2'dir. Sonra bir dəqiqə. AB məsafəsi 3 ise bu da 3 1 düşür. Yəni fx bərabər olacaqdır. X plus 2 vurulsun x minus 1. Bu da 0'da 2 eləməlidir. Demək qabanı mənfi atır ki 2 eləsin. Açanda -x'in kvadratı deməli çıxılsın 2 üstə gəlsin 2. A'sı -1'dir. B'si -1'dir. C'si 2'dir. Soruşur A üstə gəlsin B. Demək çıxılsın C'ni. A ilə B'nin cəmi -2'dir. C çıxanda da -4'dir belə. Sonra 62 sual. 62 sualda deməli fx bərabərdir. X'in kvadratı üstə gəlsin 11x üstə gəlsin 2k çıxılsın 6 funksiyası üçün. Deməli 5 dənə AO bərabər 3 dənə AB bərabəri doğru olmalıdır K'nın hansı qiymətində, elə mi? Bəli. Bir də şəkildə belə çəkiblər. Bu formada bu olsun bizdə A, bu da olsun B. Ben A'nın yerine x1 yazıram, B'nin yerine x2 yazıram. Yani deməli burada biz bilik x1 ile x2'nin cəmi Viet teoreminə görə bərabərdir -b bölü a'ya. Yəni -11 bölünsün -1 ilə 11. Burada 5 vurulsun. Deməli burada OA'dır da, OA x1'dir. 5x1 bərabərdir 3 vurulsun. A ile B'nin arasındaki mesafe x2 çıxsın x1'dir. x2 çıxsın x1. Mesela burada deməli sadələşdirəndə 5x1 bərabər 3x2 çıxılsın 3x1. Yəni orada 8 dənə x1 bərabər 3 dənə x2. Oradan x2'nin yerine yazaq. Deməli 11 çıxılsın x1. Bunu da sadələşdirəndə bu yana gəldi. Yəni deməli 11x1 bərabər 33. x1 bərabər 3. Cəmi də 11 isə x2 elədi 8. Soruşdu K'dır. Yəni aydın ki bunların kökləri hansıdır? x1'in x2'nin hansıdır? Bu c bölü 6'da belə deyək. O da 6 minus 2k'dır. 6 minus 2k bərabər 24'ə. Buradan 2k'sı bərabər -18'ə. K da bərabər -9'a. Sonra 63. sualda fx bərabərdir -x'in kvadratı. Üstə gəlsin 7x çıxıb üstə gəlsin 8 funksiyasının qrafiki. Demədən qrafik çəkək. Belə bir şəkil vermişdim. Deməli burası O'dur, burası A'dır. Belə bura B yazdılar. Bizdən bu trapeziyanın sayısını soruşdu. Belə bir şey. Bu da y bərabər fx. Belə bir trapeziyan. Deməli burada bu C'nin koordinatları dedi 6'dır. Bu olsun 6 0'dır. Bəli C'nin koordinatları 6 0. Burada aydın ki A'nın koordinatı bu trapeziyanın sahəsi aydın ki A üstə gəlsin B bölünsün 2 vursun H'dır. Yəni burada yəni yerine yazsaq OA üstə gəlsin bu CB bölünsün 2 vursun H. H değil o C'dir. Onunla C'nin arasındaki mesafe. Şimdi bak bu 2 də o ant tapmaq istəyirəm. Bu 0 yerine yazanda içəridə bu 8.
Demek buradan buraya kadar mesafe oldu 8. Sonra indi B'cini de bakın, C6'nı da yerine yazanda buradan bakın. F6 burada mənfi 36. Üstə gəlsin 42, üstə gəlir 8. Burada 50 çıx, 36, 14. Bak buradan buraya kadar mesafede 14. Bak bu da 14. Demek bu tərəfdə 14. Deməli 8. Üstə gəlir 14 bölü 2. H-da uca nədir? Budur bax 6. Vur 6. O da aydın ki ilədi deməli 22. Vurulsun 3. Bu da beraber 66'ya. Sonra 64 son. Deməli, burada bir cədvəl veriblər. Cədvəldə A, B, C-nin cəmi soruşur, M-nin cəmi soruşur, parabolun təpə nöqtəsinin yerləşdirildiyi soruşur. Sual budur. Absisoxunun -2, 0 və B deməli 6, 0 nöqtələrini kəsən fx bərabərdir ax kvadratı üstə gələ bx üstə gəlsin c funksiyasının qrafikin təpə nöqtəsi c m-dir. ABC üçbucağın sahəsi bu da ABC üçbucağın sahəsi şərtlər oxuruq, yəni 24'dür. Sonra A'sı mənfidir, belə bir şey. Təpə nöqtəsi C M-dir. Olarsa opsiyon nədir? 3 dənə şərt var. ABC'nin cəmi nədir? M-nin cəmi nədir? Belə. Deməli burada funksiya A'sı mənfisə şübhəsiz ki, bunun qolları nədir? Aşağıdır. Qrafik çəkək. Funksiya keçir deməli -2, 0 nöqtəsindən belə, bu olsun A. Bir de keçir 6, 0 nöqtəsindən. Qol da aşağıdır. Çünki özü dedi ki A'sı nədir? Mənfidir. Bu da belə. Bu da olsun 0. Bu da kəsdiyi nöqtə. Demək təpə nöqtəsi M-dır. Bax MN. Bu M, bu da olsun nədir? N. Bu deməli bu da gəlsin, çıxsın buralarda. Bu da N. Aha. Burada da deməli təpə nöqtəsidir. Bu olsun C nöqtəsi. Onun dediyi üçbucaq bax budur. Bu üçbucağın sahəsi bərabər 24'ə. Bu üçbucağın sahəsi də aydın ki bu şərtdə nə idi? AB idi. Burada AB məsafəsi 8'dir. Yəni 8, bu sahəsi 24'də deməli bu 6 olmalıdır. Çünki 8 dəfə 6 48, yarısı 24. Buradan şəkildə -2 6'nın demək toplayıb 2'yə böləndə m tapırıq. Ortasına düşürdə -2 6'nın cəmi 4, yarısı 2 oldu m. Sonra funksiyamız deməli fx bərabərdir. Həmin ax kvadratı üstə gəlsin, bx üstə gəlsin c. Bu bərabər olacaqdır. Deməli a vurulsun. Buradan deməli bu -2 isə a vurulsun x plus 2. Bir də vurulsun x minus 6'dır. Bu şəkildə qruplarına ayrılır. Sonra buradan deməli 2 bu n-sı da deməli 6'ya bərabərdir. Bu kəsdiyi nöqtə n-dır. Bu da 6'dır. Deməli təpə nöqtəsi olan C-nin koordinatı 2, 6'dır. 2, 6'nı da aparır yerine yazırıq. 2, 6 nöqtəsini yerine yazsaq, deməli alır ki 6 bərabərdir. A vurulsun. 2'ni yerine yazan deməli 4. 2 çıx 6, -4. Buradan A'sı bərabər olacaqdır. -6 bölünsün 16 ilə -8'də 3. A oldu, -8'də. Deməli funksiya olacaq fx bərabərdir. -8'də 3 vurulsun x üstə gəlsin 2. Bir de vurulsun x çıx 6. Demək burada ABC'nin cəmi soruşur. Bir de ABC'nin cəmi qalmaq üçün bilirsiniz ki x'in yerini 1 qoyan doğrudur. X'in yerini 1 yazsaq alırıq A üstə gəlsin B üstə gələcəyinin cəmini. Burada 1 yazan deməli -8'də 3. 1-dən 2'nin cəmi 3. 1-dən 6 çıxanda -5. Bu da oldu -8'də 45. O da bərabərdir 5/8'də 5. Bu oldu ABC'nin cəmi. Sonra M-lə N-nin cəmini soruşur. M 2'dir, N da 6'dır. Bu da bərabər 8'ə. Bir də parabolun təpə nöqtəsi hansı yerdə yerləşir? O da aydın ki nədir? Bu elə bir A bəndi oldu. Bu B bəndi, C bəndi. Parabolun təpə nöqtəsi birinci yerdə yerləşir. Bu qədər. Allah subhanahu taala sizə zihin açıqla versin. Selamun aleyküm.